Deməli, növbəti AYQ sualına baxaq. Cəminin 16-ya bölünməsində nanan qalığı tapın. Burada modun bir sıra xassələrindən istifadə edirik. Modun 16-da baxırıq. 3-ün kubu bilirik ki, mod 16-da -13-ün kubunu verəcək. 5 üstü 5, -11 üstü 5-i verəcək. 7 üstü 7-də -9 üstü 7-ni verəcək. Bu alınanları yerinə qoyacağım cəmdə və bu qədər bəsit bir ifadə alınacaq. Yazaq. Və artıq özünüz də görəcəksiniz həll necədir. Həlli yazdım. Bunun bərabərdir, bərabərdir x mod 16. Üzr istəyirəm. Burada nələr ixtisar olunur? 13 ilə 13, 11, 11. Burada bir dənə də 9 var məncə. Aha, 9 üstü 7-ni üzr istəyirəm, yazmamışıq. Qalır ki, 1 bərabərdir x mod 16. Bilirik ki, 1 mod 16-da təbii ki, 1 verir. Deməli, cavabımız qalıqda 1 alınır. B.